Elhamdülillahi vahdə və salatu və salamu alə mən lə nəbiyyə ba'də əmmə ba'd. Əziz qardaşlarım, dünən Türkiyədə baş vermiş hadisələr barəsində bir çoxsumuzun xəbəri var. Doğrudan da çox üzücü bir hadisədir. Və bu hadisə də bir daha göstərir ki, doğrudan da ölkədə əmin amanlıq neməti necə də böyük bir nemətdir. Və bu cür müsəlman ölkələrində, müsəlman ölkələrinin hakimlərinə qarşı, rəhbərə qarşı çıxmaq və həmçinin bu cür inqilab düşüncəli, fikirli insanlar və onların bu cür fəsadları necə fitnələrə, şərlərə səbəb olur. 100-dən artıq insan ölüb və bir o qədər də insan yaralıdır. Və söhbət burada nə qədər insanın ölməsi, nə qədər insanın yaralanmasından gedmir. Söhbət ölkədə baş verən xaosdan, fəsaddan və ölkədə olan əmin amanlığın aradan gedməsindən gedir. Yəni doğrudan da biz Quran və sünnəyə baxsaq, görərik ki, Allah Azza və Cəllə öz kitabında və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm sünnətində və həmçinin sələf-i salih öz əsərlərində, öz sözlərində, kəlamlarında bu neməti, yəni əmin amanlıq nemətini necə də ucaldıblar. Və Allahın kitabından çox yox, 2 ayə zikr etmək istəyirəm. Və bu ayələrdən birincisi çoxsumuzun oxuduğu və əzbər bildiyimiz Tin surəsidir. Hansı ki, Uca Allah bu surədə وَالتِّينِ وَالزَّيْتُونِ وَطُورِ سِينِينَ əncirə, zeytuna, Tur Sina dağına and içəndən sonra buyurur ki, وَهَذَا الْبَلَدِ الْأَمِينَ və and olsun əmin amanlıq içərisində olan bu şəhərə, yəni Məkkə şəhərinə. Fikir verin, Məkkə şəhərinin əslində bir çox vəsifləri var. Yəni Allah Azza və Cəllə burada bu şəhəri başqa vəsiflərlə də vəsifləndirə bilərdi. Lakin Uca Allah bu ayədə Məkkə şəhərinə and içərkən məhz ona əmin amanlıq vəsifi ilə and içir. And olsun əmin amanlıqda olan bu şəhərə. Və bu and və bu ayə özü özlüyündə dəlildir ki, doğrudan da bu nemət, yaşadığın ölkədə əmin amanlıq neməti necə də böyük bir nemətdir. Və başqa ayədə, Bəqərə surəsində Uca Allah İbrahim əleyhissalamın duasını bizə xatırladır, bizə xəbər verir və buyurur ki, وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ جَعَلْ هَذَا بَلَدًا آمِنًا Və o zaman ki, İbrahim Rəbbinə dua edərək dedi ki, ey Rəbbim, bu şəhəri, bu bəldəni əmin, aman bir bəldə et, şəhər et. Yəni fikir verin, İbrahim əleyhissalam ən birinci Məkkə şəhəri üçün öz övladının və öz zövcəsinin, öz əhlinin qərar tutduğu yeri üçün Rəbbindən hansı neməti diləyir? Əmin amanlıq. Və sonra buyurur ki, وَارْزُقَ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ Və onun Allaha və axirətə iman edən əhlinə ruzular ver. Ruzulandır onları. Fikir verin, İbrahim əleyhissalam o ruzu, qazanc, dolanışıq, nemətindən qabaq Rəbbindən öz əhli və o şəhər üçün əmin amanlıq nemətini diləyir. Doğrudan da belədir. Çünki varın dövlətin başından aşsa belə əmin amanlıq neməti ortada olmadıqca insanın yediyi tikə belə boğazından keçmir. Və lakin insan əmin amanlıqda yaşadığı təqdirdə hətta ac olsa belə müəyyən qıtlıqla və bəzi müsibətlərlə
bəzi imtahanlar ilə imtahan olunsa belə, o imtahanlara səbr edir və Rəbbimdən mükafatını götürür. İbadəti yerində, itayəti yerində, məscidə gedir, evinə salamat qayıdır, evindən salamat çıxır. Niyə? Çünki əminamanlıqdadır. Və lakin əminamanlıq neyməti itəndən sonra insan evindən çölə çıxa bilmir. İnsan evindən çölə çıxdı, evinə sağ-salamat, əmin bir şəkildə qayıdacağını bilmir. İnsan rahat məscidin yolunu tutub məscidə gedə bilmir. Qazandığını rahat yiyə bilmir. Yediyi boğazından keçmir. Ona görə, qardaşlar, doğrudan da əminamanlıq neyməti böyük neymətdir. Yəni, dünən qonşu ölkə, qardaş ölkə, Türkiyədə baş verənlər bir daha bizim üçün bu yöndə bir ibrət olmalıdır və bu neymətin qədrini bilmək lazımdır və bu neyməti düzgün bir şəkildə dəyərləndirmək və dəyərləndirməyi də bacarmaq lazımdır. Və dua edirəm ki, Allah Azza və Cəllə həm bizim ölkəni, həm də digər müsəlman ölkələrini fitnədən, fəsaddan, şər və onun əhlindən qorusun. Allah Azza və Cəllə müsəlman ölkələrində əmin amanlığı bərqərar etsin. İstər Türkiyədə, istər Suriyada, istər İraqda və digər müsəlman ölkələrində sıxıntı altında olan müsəlman bacı və qardaşlarımızı o sıxıntıdan qurtarsın. Və sallallahu alə Muhammedin və alə alihi və səhbihi. İxlasla.com saytı tərəfindən təqdim olundu.